Salam dostlar, kvadrat mövzusuna aid belə bir sualın həllinə baxaq. ABCD kvadratında BH AYM perpendikülyardır, CM bərabərdir MD və bucaq CBH bərabər alfa olarsa kosinus alfanı tapın. Burada alfa bu bucaqdır. Deməli, bu fiqur kvadrat olduğu üçün və MD MC-yə bərabər olduğundan bunların birini x ilə ifadə etsək, digəri də x olacaq. Onda kvadratın tərəfi 2x olar. Yəni bu hissəyə də 2x yazarıq, bu hissəyə də 2x yazarıq və burada 2x olacaq. Bu bucaq alfadır. Deməli, bu bucağı beta ilə işarə etsək, bu x-inin cəmi 90 dərəcədir. Bu bucaq 90-dır. Deməli, onun bu qonşu hissəsi də 90 dərəcə olduğundan, deməli, betanın üstünə burada elə bir bucaq yazmalıyıq ki, cəmi 90 olsun. Deməli, onda bu bucaq da beta olacaq. Və burada 90 var. Burada beta bucağı olduğu üçün bu bucaq da olar alfa. Deməli, elə bu üç bucaqdan biz alfa bucağını tapa bilərik, kosinusunu. Deməli, onda elə bu bucağın da kosinusunu tapmış olacaq. Deməli, bu üç bucağa Pifaqor teoremini tətbiq etsək, AN bərabər olar kök altında x kvadratı üstəgəl 2x-in kvadratı. O da eləyir 4x kvadratı üstəgəl x kvadratı. Bu da edər kökdə 5x. Onda bu bucağın kosinusu, yəni kosinus alfa bərabər olacaq. Bunun bitişik katetin, yəni x-in hipotenuza nisbəti. Yəni kök altda 5 vur x-a nisbəti. Bu da olar 1 bölünsün kök altda 5. Deməli, kosinus alfanı tapdıq.